Salam, bugün sizinlə 4.3 tənəffüs hərəkətləri və qazlar mübadiləsi dərsinin iş dəftərdəki tapşırıqlarına baxacaq. Gəlin başlayaq. Nəfəs alma zamanı diafraqma və qabırğa arası əzəllər yığılır, döş boşluğu genişlənir, ağciyərlərin həcmi isə artır. Nəfəs vermə isə bunun tam əksi. Diafraqma və qabırğa arası əzəllər boşalır, döş boşluğu sıxılır, ağciyərlərin həcmi isə azalır. İkinci, məktəblini sakit vəziyyətdə və idman edərkən çəkilmiş spiroqram qrafiki verilmişdir. Sakit vəziyyətdə tənəffüs tezliyi nə qədər olar? Tənəffüs tezliyi 1 dəqiqədə olan tənəffüs hərəkətlərinin sayıdır. Sakit vəziyyət deyirsə, spiroqramın sakit vəziyyətdə olan halına baxırıq. Görürəm ki, sakit vəziyyətdə 10 saniyədə 2 tənəffüs hərəkəti edib. 10 saniyədə 2 tənəffüs hərəkətidirsə, 60 saniyədə də x. X-ını da tapıram 12. Demək bu məktəblinin tənəffüs tezliyi 12-dir. Yəni 1 dəqiqədə 12 tənəffüs hərəkət etmişdir. B variantında sakit vəziyyətdə 30 saniyə ərzində ağciyər kapillaları nə qədər oksigen mənimsəyir? Biz nəfəs aldığımız havada 21%, nəfəs verdiyimiz havada isə 16% oksigen var. Ümumilikdə 5% oksigen mənimsəyirik. Bunu yadımızda saxladıq. Son sakit vəziyyətdə deyilsə, sakit vəziyyətdə biz nəfəs aldığımız və ya verdiyimiz hava tənəffüs havası adlanır. Baxın, bu hissə tənəffüs havasını göstərir bizə. Və tənəffüs havasını tapan zaman, mən bircə saniyə buranı yazaq. Tənəffüs havasını tapan zaman görürəm ki, burada 1 kvadratın qiyməti orta hesabla 0,3 desimetr kubudur. Və tənəffüs havası bu kvadratları tam doldurmayıb. Görürsünüz, boşluqlar var. Ona görə mən onu tam 0,6 yox, 0,5 desimetr kubu götürürəm. 0,5 desimetr kubunu da santimetrə çevirəndə 500 santimetr kubu edir. Bu bizim tənəffüs havamızdır. 500-müz 100, x-imiz da 5%-dir. Bunu niyə yazdıq? Bir tənəffüs hərəkətində nə qədər oksigen mənimsəyib tapaq. Bir tənəffüs hərəkətində də görürəm mən 25 cm kub oksigen mənimsəyir. Buradan tapdıq. Bir tənəffüs hərəkətində 25-dirsə, 10 saniyədə bu 2 tənəffüs hərəkət edib, 30 saniyədə demək 6 tənəffüs hərəkət edəcək. Altını da vururam, 25-ə edir mənim üçün 150. Demək, məktəbli sakit vəziyyətdə 30 saniyədə 150 cm kub oksigen mənimsəyir. Aktiv məşq zamanı tənəffüs tezliyi nə qədər olar? Yenə deyirik, tənəffüs tezliyi 1 dəqiqədə olan tənəffüs hərəkətlərinin sayıdır. Aktiv məşq, baxın, buradır. Qaçan zamandır. Görürəm ki, 1, 2, 3. 10 saniyə ərzində, buradan tapdım, 20-dən 10 çıxdım. 10 saniyə ərzində bu 3 tənəffüs hərəkəti edibsə, 10 saniyədə 3-dür, 60 saniyədə də x. X-im də bərabərdə 18. Demək, aktiv məşq zamanı tənəffüs tezliyi 18 olmuşdu. D variantı. Aktiv məşq zamanı 30 saniyə ərzində ağciyər kapillaları nə qədər oksigen mənimsəyir? Bayaq dedik, biz 5% oksigen mənimsəyirik qəbul etdiyimiz havadan. İndi görək, bu nə qədər hava qəbul edib? Baxın, burada bir əlavə havanı tapmalıyıq. Biz çünki aktiv məşq zamanı qaçarkən olan hissədə əlavə və ehtiyat havadan söhbət gedir. Amma biz burada bizdən soruşuruq ki, nə qədər oksigen mənimsəyib? Ona görə biz tənəffüs havasını və əlavə havanı bilməliyik. Əlavə hava görürsünüz burada 1 desimetr. Baxın, 5 və 4 arasıdır 1 desimetr. 0,3, 0,3. Burada da haradasa bir 0,2'lik bir hissə var. Üstə gəldikdə bizim üçün edir 1 desimetr, 0,3, 0,3, 1,6, orta hesabla 1,8 desimetr. Bu dedir bizim üçün 1800 santimetr kubu. 1800 santimetr kubumuz, bu bizim əlavə havamızdır. Bunun da üstə bir 500 tənəffüs havasını gəlir, ümumi qəbul etdiyimiz havanı tapmaq üçün. Edir 2300 santimetr kubu. 2300 santimetr kubumuz 100-dürsə, x-imiz da 5-dir. Buradan biz x-i tapırıq 115. Bu nə deməkdir? Bir tənəffüs hərəkəti zamanı 115 santimetr kubu oksigen mənimsəyir. İndi burada baxırıq, 10 saniyə deyir, 30 saniyə deyir, üzr istəyirəm. 10 saniyədə 3 tənəffüs hərəkət edirsə, 30 saniyə ərzində 9 tənəffüs hərəkət edib. 115-i də 9-a vururuq, bu deyilir 1035. Demək, məktəbli
Aktiv məşq zamanı 30 saniyə ərzində 1035 sm3 oksigen mənimsəyir. Məktəblinin ağciyərlərinin hava tutumunu hesablayın. Ağciyərin hava tutumu tənəffüs havası, üstəgəl əlavə hava, üstəgəl ehtiyat havası. Tənəffüs havasını tapdıq 500. Əlavə havanı tapdıq 1800. Ehtiyat havanı isə baxın spiroqramda tənəffüs havasından aşağıda axtaracağıq. Burada görürəm ki 2 kvadratı tam əhatə edib. Biraz da bu buradan var. Ona görə orta hesabla 0,7 desimetr kubu, yəni 700 santimetr kubu götürəcəm. Bu üçün də hesabladıqda edir mənim üçün 3000. Demək, məktəblinin ağciyərinin hava tutumu 3000 santimetr kubuymuş. Uşaqlar, bu ağciyərin hava tutumunu hesabladıqda bir bunları hesablamaqdan başqa digər bir variant da nədir? Ümumi spiroqramın ən pik nöqtələri arasında qalan yer. Baxın, 2 və ən piki aşağıda 2, yuxarıda isə 5-dir. 2 və 5 arasında nə qədər qalır? 3 desimetr. Bunu santimetr kubuna çevirdikdə 3000 santimetr kubu olur. Hər iki variant doğrudur. Keçir 3-ə. Cədvəli tamamla. Ağciyərlərin ümumi tutumu dedikdə tənəffüs havası, üstəgəl əlavə hava, üstəgəl ehtiyat hava, üstəgəl qalıq hava. Hamısını nəzərə almalısınız. Sakit halda insanın nəfəs aldığı və ya verdiyi hava bu tənəffüs havası və ya dəyişən hava adlanır. İkisi də doğrudur. Ağciyərlərin tənəffüs potensialı, tənəffüs havası üstəgəlinsin, əlavə hava. İnsanın nəfəs aldığı və ya verdiyi hava atmosfer havasıdır, hansı ki biz atmosferdə həll olmuş oksigenlə tənəffüs edirik. Qalıq hava maksimum nəfəs verdikdə belə ağciyərlərimizdə qalan hava qalıq hava adlanır. Dərindən nəfəs vermə zamanı xaric olunan hava bu bizim ehtiyat havamızdır. Əlavə hava isə dərindən nəfəs vermə zamanı, nəfəs alma zamanı, dərindən nəfəs alma. Dərindən nəfəs alma zamanı qəbul etdiyimiz hava əlavə hava, dərindən nəfəs vermə zamanı xaric olunan hava ehtiyat hava adlanır. 4-cü sual. Düzgün verilmiş fikirləri işarələ. Alveolların divarına əmələ gətirən epitel hüceyrələrin ifraz etdiyi bioloji fəal maddələr onları daimi eyni həcmdə saxlayır. Bəli, bu doğrudur. Alveolların eyni həcmdə qalmasının səbəbi onların daxilində havanın olması. Xeyr. Yuxarıda dedik bioloji fəal maddələrin olmasıdır. Xarici tənəffüs zamanı qazlar mübadiləsi bilavasitə alveollarda baş verir. Bəli, bu doğrudur. Hemoqlobin karbon qazının daşınmasına iştirak etmir. Yanlışdır. Karbon qazının uşaqlar bir hissəsi hemoqlobindən daşınır. Böyük bir hissəsi bikarbonatlar şəklində plazmada daşınır. Maddələr mübadiləsi nəticəsində əmələ gələn karbon qazı bikarbonat iyonu şəklində qan plazmasına daşınır. Bəli, bu doğrudur. 5-ci sual. A və B kalbalarına müəyyən miqdar əhəng su əlavə edilmiş və ağızları rezin tıxacla bərk edilmişdir. Şəkildə verildiyi kimi kalbalara şüşə borular daxil edilmişdir. A kolbasından hava sorulmuş, B kolbasına isə hava fürülmüşdür. Prosesin icrası zamanı B kolbasında ağ rəngli çöküntü əmələ gəldiyi müşahidə edilmişdir. Burada və alınan nəticəni necə izah edərsən. Əhəngli su ümumiyyətlə kalsium OH-dır. Kalsium OH məhluludur. Aha. Demək, hər ikisində əhəngli su vardır. Bu təcrübə ümumiyyətlə tənəffüs hava, yəni nəfəs verdiyimiz havada karbon qazının olmasını göstərən bir təcrübədir. B kolbasına biz əgər hava üfürsək, bu zaman orada çöküntü əmələ gələcək. Hansı çöküntü? Kalsium karbonatdır. Və o kalsium karbonat hardan yarandı? Biz nəfəs verdiyimiz havada olan karbon qazı getdi orada əhəngli sudan birləşdi, reaksiya yaratdı. Bununla da biz nəfəs verdiyimiz havada karbon qazının olduğunu sübut edir. Çünki görürsünüz, B kolbasına biz nəfəs üfürdük, nəfəs verdik. Orada yarandı çöküntü. Bununla da sübut etdik ki, karbon qazı var. Bu qədər uşaqlar, sağ olun.